sweet song. It's about life. Gözəllik üçün xanımlar uzun məsafə qət etməkdən usanmamalıdırlar. Biz indi hal-hazırda məhz Sumqayıtda fəaliyyət göstərən Juventa Estetik Mərkəzindəyik. Dizaynı, görünüşü, rahatlığı baxımından bura təkcə Sumqayıtlı xanımların yox, elə Bakılı xanımların da gözəllik mərkəzi ola bilər. Niyə? Birazdan sonra daha ətraflı biləcəksiniz. İlk olaraq Juventa Estetik Mərkəzinin Türk hamamı bizi valeh etdi. Bu məkan mənə bilirsiniz Saranı xatırlatdı. Yəqin hər biriniz izləyirsiniz. Türk serialı Möhtəşəm Yüzyıl serialını. Bura Juventa Estetik Mərkəzinin Türk hamamından çıxandan sonra xanımlar relaks məkanıdır. Yəni burada istirahət eləyirlər. Doğrudan da çox gözəl, möhtəşəm bir məkandır. Gəlin Türk hamamını da izləyək. Bədəni relaksasiyası, rahatlığınız üçün hər cür şəraitlə təmin olunan Türk hamamını gəlib görməlisiniz. Juventa bugünkü xanım qonaqlarına hamamdan sonra relaks otağında meyvə və çay təklif etdi. Gigiyena şərtlərinə ən yüksək səviyyədə əməl olunması, Günel kimi peşəkar əl-ayaq baxımı ustaları və ümumilikdə aurası ilə Juventa Estetik Mərkəzinin podologiya şöbəsi seçilənlər sırasındadır. Daha sonra vizaj işi başlayır. Juventada Chanel, Dior kimi peşəkar kosmetikalardan, eyni zamanda Hollywood ulduzlarının seçimi olan Kryolan kosmetikasından istifadə olunur. Saç ustası Rasim partiyə uyğun sadə, eyni zamanda yaraşan düzüm edir. Juventa Estetik Mərkəzinin peşəkarlığı ilə seçilən vizajisti Sevil digər xanım qonağımıza da zərif makyaj edir. Gözlər kölgəli və elegant bəzənir. Tərani də Juventa Estetik Mərkəzinin zövqlü, bacarıqlı saç vizaj ustalarındandır. Həcmli buruqlu saçın yarı hissəsi yığılır. Ad gününə yollanan xanımlar geyimlərini də Juventadan seçdilər. Juventanın möhtəşəm bir moda evi var. Burada gəlinliklər, parti geyimləri fərdi qaydada, qısa bir müddət ərzində məhz sizə görə hazırlanır. Bütün bu gözəllikləri gəlib öz gözlərinizlə görməlisiniz.